Məzunlar 50.000 manata yaxın pul ödəyiblər ki, məzun gününü qeyd etsinlər. Nə gecə olub, nə puldan xəbər var. Bəli, məzun gününü qeyd etmək istəyən tələbələrin bütün planları alt-üst olub. Onların tədbir keçirmək istəyi reallaşmayıb. 200-dən çox tələbə dələduzların qurbanına çevrildiyini iddia eləyir. İddialar nə dərəcədə əsaslıdır, bu necə baş verib, necə olub ki, məzunlar xəyal qırıqlığına uğrayıb, baxaq görək, məsələ nə ilə izah olunur və həllini tapa bilərmi? Məzun olan bir qrup tələbə dələduzluqla üzləşdiyini iddia edir. Onların sözlərinə görə tədbir təşkil etmək üçün Eclipse adlı şirkətlə əlaqə saxlayıblar. Məkan seçimi ediləndən sonra hər tələbədən 185 manat ödəniş. Razılaşdıq. Fevral ayında ödənişin bir hissəsini, yəni 60 manat məbləğində köçürdük. Digər hissəsini isə 2 gün əvvəl köçürdük, 125 manat məbləğində. Bugün veçerimiz olmalıdır, amma ortalıqda nə veçer var, nə də ki təşkilatdan kimsə. Dünən dedilər ki, gecə yarısına qədər geri ödəniş ediləcək, amma hələ ki heç bir ödəniş edilməyib və zənglərə, nə də mesajlara baxılmır. Tələbələr deyir ki, şirkət nümayəndəsi ödənişlərin qısa müddətdə geri qaytarılacağını vəd edib. Bildirilib ki, yaranan problem şirkətdən qaynaqlanmır. Tədbirin keçiriləcəyi məkanla anlaşılmazlıq var. Sizə cavab veriləcək. İndi Alsu xanım və Nurgün xanım dünən keçirilən veçerlə bağlı, biraz restoranla bağlı bir-iki problemlər yaşanmışdı. Ona görə indi polis bölməsindədirlər. Şirkətin digər nümayəndəsi isə ödənişləri hissə-hissə geri qaytaracaqlarını deyib. Mən sizə toplu şəkildə ödəniş etmək üçün artıq kart bizim hesabları bloklayır. Bloklasa bu sizin üçün problemdir. Ona görə biz hissəli şəkildə etməyə çalışırıq ki, bizim bank hesabları bloklanmasın, sizin də ödənişlər vaxtında köçsün. Ümumilikdə 200-dən çox tələbəyə maddi ziyan dəyib. Bizdən fevral ayında ümumi məbləğin 30%-ni istədilər. O kart hesabı göndərdilər, kart hesabına pulu göndərdi. Məzun günü olacağı gündən bir həftə əvvəldən dedilər ki, qalan ödənişi ödəyin. Bir nəfər üçün şirkətə 185 manat pul ödəmişik və ödəniş edən 200-dən artıq tələbə var. Bəs bu halda tələbələr nə etməlidir? Əgər şirkət əvvəlcədən aldatma məqsədi ilə hərəkət edibsə, valideynlərdən və ya məzunlardan pul topladıqdan sonra əlaqə vasitələrini, telefonlarını qapadıbsa, ofisi və ya faktiki ünvanı artıq mövcud deyilsə, digər şəxsləri də eyni qaydada aldadıbsa, öhdəsinə götürdüyü xidmətin göstərilməsi istiqamətində heç bir real fəaliyyət əgər göstərməyibsə, bu halda əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə nəzərdə tutulmuş dələduzluq əlamətləri kimi göstərilə bilər. İddiaların nə dərəcədə əsaslı olduğunu öyrənmək üçün şirkətlə əlaqə saxlamağa çalışsaq da cəhdlərimiz uğursuz oldu. ATV xəbərin əldə etdiyi məlumata görə artıq məsələ ilə bağlı araşdırmalara başlanılıb. Nurlan Şiraliyev, Amil Əliyev, ATV xəbər.